Allah'ın təqdirinə razı olmaq yani. Bu yolda çok önemli bir şeydi. Bizim müəllim yoldaşlardan birisi o vaxt Ankara'da ilahiyyat okuyup oradan mezun olup çok güzel qiraəti de var falan. O deyir, bir gün söhbətə getmişdik. Qəlb gözü, bəsirət gözü açıq olan hocalardan birisi. İçimdən deyir, keçdim ki, görsək bu yolda necə irəliləmiyorlar. Tam qarşısında oturmuşam hocanın, deyir. Söhbət bitib çay fəslindəyim. İçimdən bu düşüncəmdən bu şeyi keçirdirəm, deyir. Hoca da deyir, belə eləyib əlindən arxanı göstərdi. Baxdım ki, lövhədə təslimiyyət yazıb. Təslimiyyət yani. Bu işin üsulu təslim olmaq. Üstadımızın əsərləri. Mürşid-i kamillərin ən böyük əsərləri şübhəsiz ki, yetiştirdikləri kamil insanlardır. Bununla birlikdə daha geniş kütlələrə çatmaq və daha çox insanın həqiqətlərlə buluşmasına vəsilə ola bilmək qayəsi ilə bir çox faydalı əsər də qələmə almışlardır. Musa Əfəndi rahmetullahi aleyh təsəvvüf kültürünün daha çox feili və əməli yönünü əks etdirən bu əsərləri təlif etmişdir. 1. İslam qəhrəmanları. 3 kitabdan meydana gələn bu bir əsərdir. Birinci kitabda Resulullah sallallahu aleyhi ve sellem Efendimiz və əshabının şücaət və qəhrəmanlıqları, ikinci və üçüncü kitabda isə daha çox Səlcuqlu və Osmanlı dönəmində yaşayan İslam qəhrəmanları anladılmaqdadır. Çox gözəl əsərlərdir. Əskərlik həyatında oxumuşdum. Çox gözəl əsərlərdir. İkincisi, Altınoğlu söhbətləri. 6 kitabdan meydana gələn bir əsərdir. Altınoğlu dərgisində aylıq olaraq nəşr edilən yazılarından meydana gəlmişdir. Bu da bir çoxunu oxumuşuq, çox gözəl əsərdir. Üçüncü, Sultanül Arifin Şeyx Mahmud Sami Ramazanoğlu. Mürşidinin həyatını, əxlaqını və sevənlərinin dilindən bəzi xatirələrini böyük bir həsrət və məhəbbətlə qələmə aldığı əsəridir. Hər cümləsində əmsalsız bir təvazu və nəzakət hiss edilir. Bunu da elhamdülillah oxuduq. Bu kitabı Sultan Arifin Şeyx Mahmud Sami Ramazanoğlu oxuduğun zaman Sami Əfəndini də tanıyırsan, Musa Əfəndimizi də tanıyırsan. Yəni, zaten elə bir ki, güzgüyə baxıb, yəni o şəkildə. Eyni orada anladılardan hamısı Musa Əfəndimizdə də var idi. 4. Allah dostunun dünyasından elhamdülillah bu kitabı da bitirdik, oxuduq. Hacı Musa Topbaş Əfəndi ilə söhbətlər. Ömrünün son illərində 1996 özü ilə edilən Altınoğlu dərgisində hissə-hissə nəşr edilən mülaqatların bir araya gətirilmiş halıdır. Həyatı və dünya görüşü ilə əlaqəli ən mühüm bilgilər bu əsərdə yer alır. Son günləri və vüslatı. Möhtərəm ustadın bütün həyatı İnna lillah, biz hər şeyimizlə Allaha aidik mühtəvasında keçmişdi. 80'li yaşlara gəlincə isə və inna ileyhi raciun və nəhayət yalnız ona dönəcəyi təcəllisi özünü göstərməyə başladı. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz bəlaların ən şiddətlisi peyğəmbərlərin, sonra dərəcə salihlərin və digər qulların üzərinə iner buyurmuşlardır. Bir peyğəmbər varisi olan Musa Əfəndi Həzrətlərinin ibtilaları da ağır olmuşdur. Bu ibtilalar möminlərin həm safiyyətlərini və tərakkilərini artırır, həm də Cenab-ı Hak ilə bərabərlik və ünsiyyətlərini ziyadələşdirir. Musa Əfəndimiz, Musa Kəlimullah, Musa aleyhisselam bir gün Allah Teala ilə münacata gedərkən yolda bir nəfərlə qarşılaşır. Deyir ki, ey Kəlimullah, hara getsən? Deyir ki, Allahla söhbətləşməyə. Deyir, Allah Teala'ya söylə, mən duamı qəbul eləsin. Musa aleyhisselam da Allah Teala'nın görüşüb söhbətləşdikdə Allah'la danışmanın ləzzətidən unudur. Yəni, dalğınlığına gəlir, unudur. Allah Teala soruşur ki, ey Musa, yanında bir əmanət yoxdur ki, mənə çatdırılası. O zaman özdən gəlir, fərqinə varır. Ya Rabbi, yolda gələrkən bir qul səndən duasının qəbul edilməsini istəyir. Onun duasını qəbul elədim, deyir Allah Teala. Qaydarkən görür ki, adamı canavar parçalayır, qurtlar parçalayır. Heyrət eləyir. Allah Teala deyir ki, ya Rabbi, bu nə haldır? Adam duasını qəbul edim, üstəlik də adam qurtlar parçalar. Deyir, o məndən o qədər üstün dərəcələr istədi ki,
üstün mərtəbələr istədi ki, ona namazla, oruçla, zaten belə şeylərlə, ibadətlərlə o dərəcəyə ulaşmaq, çatmaq mümkün deyildi. Sadəcə bəlaya səbr eləməklə, müsibətə səbr eləməklə o dərəcəni əldə eləmək olardı, mümkündür. Mən də deyir, qurtları ona müsallət elədim, canavarları. O uğradı bu müsibətə, səbr etdi, mən o dərəcəni ona verdim. Möhtərəm ustadımız son zamanlarında sanki Rəbbinə və sevdiklərinə qovuşmanın içdən içə hazırlıqlarını edirdi. Ziyarətçiləri ilə çox zaman ancaq göz təması qura bilir və sanki baxışları ilə onları Allaha əmanət edirdi. Vəfatından bir müddət öncə yazdığı və sonradan yayınlanan bir yazısında belə görülürdü. Belə buyururdu. Keçənlərdə Azər Əleyhisselam ilə göz-gözə gəldik. Gülər üzlü, təqribən 40-45 yaşlarında, saqqalsız, misirli kisvəsində idi. Özünə isindim. Bu əcəlimin yaxınlaşdığı xüsusunda bir ikaz olsa gərək. Azər Əleyhisselamın baxışları çox kəskindir, amma nəşəli idi. Sanki mənəvi bir təbşirat daşıyırdı. Xəstəlikləri səbəbi ilə 2 illik hərəkətsizliyin nəticəsində ayaqlarındakı qan dolaşımında ciddi rahatsızlıqlar ortaya çıxmışdı. Vəfatından bir gün əvvəl də qangren olan ayağının diz üstündən kəsilməsi zərurəti zühur etmişdi. O gün bu operasiyanı gerçəkləşdirən doktor anladır. Özünü çox görmək istəmişdim. Bir türlü fürsət olmamışdı. Qismət o son anlara imiş. Ayağının əməliyyat vəzifəsi mənə düşdü. 2 kəliməcik eşitdim o qısa müddətdə. Allah, Allah. Zikir əhlinin rahatlıq zamanlarında da, sıxıntı anlarında da yeganə sığınağı zaten hep o değildirmi? Bu əməliyyatdan bir gün sonra da, yəni möminlərin bayramı olan bir cuma günündə Üsküdar'ın o coşkulu cuma əzanları arasında bir eşq-i ilahi şəhidi olaraq son nəfəslərini verib əziz ruhunun məhbubuna təslim etdi. Cümə gününə xüsusi bir təzimi vardı. Bəyazlara bürünür, huzur və sükunət içində Allahın evlərindən birinə gedərdi. O cuma da elə oldu. Yenə beyazlara büründü, ancaq bu səfər o evlərin sahibi olan Allaha doğru yola çıxdı. Bir bayram günündə bayramını haqqa vüslatla taclandırdı. Mahmud Samir Ramazanoğlu Həzrətləri həmişə söhbətlərində səhər vaxtının əhəmiyyətindən çox bəhs edərmiş. Vəfat anı səhər 4:30. Yəni təhəccüd vaxtı. Musa Əfəndimiz cümə gün əhəmiyyətindən çox bəhs edərmiş. Vəfat anı cümə əzanları oxunarkən. Möhtərəm ustadımız bir ömür yana yakıla hep o uca dostu axtarmışdı və artıq vüslat günü idi. Muazzəz ruhları münəvvər cəsədindən ayrılıb rəfiq-i alaya qanatlandığında təqvimlər 16 Temmuz, yəni 16 iyul 1999 Cümanı göstərirdi. Rəbbimiz özlərini ən gözəl ikramları ilə mükafatlandırsın və umduqlarına nail eyləsin. Amin. Ya Rabbi, bir əsrə yaxın ömrü sənin yolunda tükənən, Qur'an və sünnət istiqamətindən bir nəfəs ayrılmayıb, din-i mübinə xidməti özünə sərtac edinən möhtərəm atamızın, ustadımızın, rəhnumamızın könül iqlimindən bizlərə də hissələr nəsib eylə. Onun rizana mədar olan qiymətli xidmətlərini davam etdirməyə bizləri müvəffəq qıl. Fani firakımızı, ayrılığımızı Firdevs alanda Həbibin Muhammed Mustafa sallallahu aleyhi ve sellemin söhbət halkasında əbədi bir visal ilə nəticələndir. Amin. Hak yolunda birləşdirdiyi könüllər 17 iyul cumartesi günü günorta namazını mütakib cənazəsinin ardından məhşəri bir qələbəlıq halında axırdı.
Yekvücud olmuş saysız insan o anda dünyanın fani telaşlarından sıyrılmış, uhrevi hislerin derinliği içinde Allah'a gerçek bir kul vəsfində yönelmenin feyz ve ruhaniyet iklimine ulaşmıştı. Eğik başlar, tökülen isti gözyaşları, kulluktan murad olan gerçek halın zahirdeki çok aşikar bir tezahürüydü. Addım atmakta çetinlik çeken o dastani qələbəliyin üstünde ise gören gözler üçün bir rəhmət buludu halında saysız melek qəbrə doğru süzülerek onu təşyiq edirdi. Ve nihayet özüne emanet edilen 83 illik ömür defterini Hakkın rızasına məzhər olacak güzelliklerle doldurduktan sonra üz ağıyla Rabbimizin huzuruna çıkmak için Səhre-i Cədid qəbristanının qapısına geldi. Hayatı boyunca tevazu ve məxfiyyəti şuar edinmiş bu hak dostu ölümünde de mütevazi bir qəbrə girerek sanki heçliğe büründü. Hüzün, gözyaşı, rahmet ve huzurun birlikte harmanlandığı bu manevi atmosfer içinde dualar ve niyazlarla ebedi istirahatgahında aile dostlarının arasına katıldı.